Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün qəşəng, ləzzətli yay yeməyi hazırlayıram. Badımcan, pomidor, biber dolması dadında. Ancaq elə bil ki, asan yolla. Tez başa gələn, tez hazırlanan həmin dadda, dolma dadında yemək hazırlayıram. Qiyməni elə bil əlavə edirəm tavaya. Tavada biraz suyu çəkilənə qədər qovururam. Sonra xırda-xırda doğradığım soğanı üstünə əlavə edirəm. Soğanla qovururam bir yerdə. Sarı kök, duz, istiot əlavə edirəm, qovururam, götürürəm, qoyuram bir tərəfə. Badımcanı belə soyuram qəşəng, ara bir. Gördüyünüz kimi bölürəm belə. Qəşəng bunu yağda qızardacağam. Bir dənə badımcanı qızardırsan, ondan qalan biberdir, pomidordur. Onu çiğ halda qoyacağam qat-qat. İndi gördüyünüz kimi hazırlayacağım. Tez başa gəlir, asan, ləzzətli, doyumlu yeməkdir. Eyni pomidor, badımcan, biber dolması dadında. Biberi də belə hazırlayıram. Halqa-halqa doğrayıram. Pomidoru da halqa-halqa doğrayıram. Qat-qat qəşəng tavaya bunları düzəcəm. Aralarına da əti səpdikcə beləcə vuracam qəşəng dəmə. Çox ləzzətli, tez başa gələn yay yeməyi olacaq. Bol yağın içərisində badımcanı qəşəng qızardıram o yüz bu yüz. Pomidoru əlavə eləyirəm tavaya. Qəşəng qiymə, gördüyünüz kimi qiyməni qəşəng səpirəm üzərinə. Badımcanları qəşəng yığıram üzərinə. Təzədən yenə də qiymə səpirəm. Əlavə eləyirəm badımcanın da üzərinə. Yəni biraz ət olsa, az ətlə də hazırlaya bilərsiniz. Yenə o ətin dadı çıxacaq, qəşəng tərəvəzləri olacaq, ləzzətli. Biberləri də belə düzürəm axırıncı tavanın üstünə, yeməyin üzərinə. Qalan qiymənin də hamısını əlavə eləyirəm. Biberlərin üzərindən qəşəng. Örtürəm ağzını, zəif xodda qoyuram bişsin. Gördünüz necə qəşəng yağa düşdü, bamxodda bişdi. Çox ləzzətli yemək alındı. Eyni pomidor, badımcan dolmasının bir başqa elə bil forması. Asan formasını hazırladım. Üzərinə də istədiyiniz göyərtdən əlavə eləyin. Çox ləzzətli, dadlı, qəşəng yay yeməyidir. Qəşəng yemişlə nuş eləyin. Çox sağ olun, var olun.